Və həmçinin ikinci əməl sədəqə. Peyğəmbər s.ə.v bəyan edir ki, qoruyacaq qəbr əzabından insanı, sahibini. Ona görə insan bilməlidir ki, həqiqətdə insanın malı nə axirət üçün saxlayıbsa odur. Peyğəmbər s.ə.v bəyan edib ki, deyib ki, sənin malın, yəni insan deyir ki, bəndə deyir ki, malım, lakin onun malı nə yiyib tükətdiyidir, nə geyinib köhnətdiyidir, nə də sədəqə verib axirətə saxladığıdır. Ondan geriyə nə mal varsa, hansı ki yığıb saxlayıb, onun deyil. Çünki öləndən sonra varislərinindir. Ona qalan xərclədiyidir. Hansı ki xərcləyir və qalır. Ya da ki yiyib tükədir və ya geyinib köhnəldir. Həyatı boyu sədəqə veribsə, sonra qəbrə daxil edilirsə, əzab yaxınlaşmaq istəyəndə ona deyir ki, sədəqə leysə min qibəli, mən tərəfdən yox. Dəf edir onu, əzabı və fəziləti üçün bu kəlmələr bəs eləyir. Sədəqənin necə əzəmətli bir əməl olduğuna. Lakin sədəqənin digər fəzilətləri də var. Gəlib ki, sallallahu aleyhi və səlləmlə qəbrin istiliyini söndürür. Varid olub xəbər verib sallallahu aleyhi və səlləm Rəbbin qəzəbini söndürür sədəqə. Və gəlib ki, günahları aradan qaldırır, silir. Və gəlib ki, sahibi sədəqəsinin kölgəsində kölgələnəcək qiyamət günü. Necə ki, Peyğəmbər s.ə.v bəyan edib ki, 7 sinif insandan biri sədəqə verəndir, hansı ki, kölgələnəcək. Allah Taala'nın kölgəsində həmçinin. O günkü heç bir kölgə olmayacaq. Kimdir o? Sağ əli ilə sədəqə verib, elə verib ki, sağ əli ilə verdiyini sol əli görməsin. Ona görə sədəqə maldan naqis etmir. Necə Peyğəmbər s.ə.v bəyan edib. Sədəqə əksinə malı artırır, bərəkətini artırır. Və bəs edir ki, sədəqə edən mələklərin duasına müvəffəq olur. Allah üçün xərcləyən mələklərin duasına müvəffəq olur. Buyurub ki, sallallahu aleyhi və səlləm, Allahın mələkləri var. Elə ki, səhər açılanda dua edirlər. Deyirlər, Allahumma ə'ti munfiqan xələfə. Allahım, xərcləyənə əvəzini ver. Və deyirlər ki, Allahumma ə'ti mumsikən tələfə. Və simiclik edib saxlayana, xərcləməyənə tələf et onun malını. Bəs edir fəziləti üçün bu mələklərin duasına müvəffəq olursan. Və fərq eləmir, az olsun, çox olsun, yarım xurma olsa belə insanı qoruyacaq qəbr əzabından.